insan mənə zülm eləyibsə dünyada, haqqıma giribsə, onun axirətdə cəza alıb almayacağını mən necə biləcəm? Zaten zülm edibsə, haqqına giribsə bir cəza almalıdır yəni. Allahın ədaləti bunu istəyir. Yəni siz orada böyük məhkəmə qurulacaq deyirsiniz də. Hər halda Bəli. biz onunla da orada məhkəməmiz olacaq. Yəni mən haqqıma girən adama Bəli. deyəcəm, Allaha şahid eləyəcəm. Bəli, bəli, bəli. Zaten bu dünyada belədir. Bax, mən onu dedim ki, bəzi insanlar çevrəsinə güvənərək, gücünə güvənərək, vəzifəsinə güvənərək başqa insanları əzirlər. Əzirlərsə və o məzlum da haqqını ala bilmir, axı o güclüdür. Heç bir şey eləyə bilmir. Cənnət, cəhənnəm buna görə lazım. Sənin gücün yetmədiyinə Allah gücü yetir. Sənin haqqını illa da alacaq. Biz sadəcə müsəlman olaraq bizim dünyamız sadəcə bu dünyadan etibar edir ki, bəs niyə Allah onu cəzalandırmadı? Hələ daha şey var, hələ qiyamət günü var, hələ böyük bir məhkəmə qurulacaq. Hər kəs kim kimdən haqqına giribsə, kim dünyada biz güclüyük, biz belə istədiyimizi əzərik, istədiyimizi nə edərik kimi insanları qiyamət günü zaten Əzrail əleyhissalam gələndə bütün gücü, qüvvəti hamısı puç olur, sıfır olur. Elə orada hələ başlayır cəza. Başlarına, gözlərinə deyir, ayətdə döyərək, vuraraq ruhlarını alırlar. Cəhənnəm əzabı o qədər şiddətlidir ki, cəhənnəmin ən kiçik cəzası Peyğəmbərimiz əleyhissalatu vesselamın hədisi var ki, oddan 2 ayaqqabı geyindirilir insana, insanın beyni qaynayır. Bu birinci cəzadır. İndi gör Allah o zalimlər üçün, kafirlər üçün, o insanların haqqını yeyənlər, məzlumları zülm edən bu insanlar üçün Allah Teala nə dəhşətli əzablar hazırlayıb. Səbr göstərmək lazımdır. Allaha həvalə etmək lazımdır. Allah istəsə bu dünyada cəzalandırar, istəsə axirətdə. Daha şiddətli bir surətdə onu cəzalandırır. İlla da haqq yerini tapacaq. Bundan heç kimin şübhəsi olmaz. Allaha həqqi mənada Allaha iman edən, Allahı tanıyan bir insan bu şeylərə iman edər, səbr edər yəni.